Paytaxtın mərkəzində, Səməd Vurğun 53 küçəsində World Business mərkəzinin qarşısında yerləşən piyada keçidinin xətləri tamamilə pozulub. Bu səbəbdən sürücülər keçidi görmür, piyadalarsa hardan keçməli olduqlarını müəyyənləşdirə bilmirlər. Yolun gür avtomobil axınına malik olması təhlükəni daha da artırır. Piyadalar keçiddən istifadə edərkən tərəddüd yaşayır. Onlar üçün yolun qarşı tərəfinə keçmək gündəlik riskə çevrilib. Xətlər pozulduğu üçün nə piyadanın üstünlüyü aydın görünür, nə də sürücünün məsuliyyəti. Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mövqeyini öyrəndik. Qurum tərəfindən bizim mediaya bildirildi ki, yol nişanlanma xətlərinin boyalarının silinməsi və rənginin solması yoldakı hərəkət intensivliyi və meteoroloji amillərin təsiri ilə bağlıdır. Silinən nişanlanma xətlərinin yenilənməsi mərhələli qaydada həyata keçirilir. Sözü gedən ərazidə də xətlər yaxın zamanda yenilənəcək deyə qeyd edilib. Ayşən Rəhim, Pərviz Allahverdiyev, bizim media.